olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə sıfırdan məntiq dərsləri seriyamızın 9-cu dərsinə tərzlər bölməsindən test suallarının izahına baxırıq. Keçək birinci sualımıza. Baxın, bu tip tərzilərdə ən çox istifadə olunan əvəz etmə qaydası. Əvəz etmə qaydası nədir? Gəlin diqqətlə baxaq. Baxın buradan, bir dənə dairəmiz bərabərdir 2 dənə üçbucağı. Mən gətirib burada dairəni silsəm, yerinə 2 dənə üçbucaq yazsam. Bir dənə ulduzumuz bərabərdir 1, 2, 3, 4 dənə üçbucağa. Gətirib buradakı ulduzun yerinə 4 dənə üçbucaq yazarıq. Daha sonra bilirəm ki, bir dairədə 2 dənə üçbucağa bərabərdir. Onda bu dairəni də silib, yerinə 2 dənə üçbucaq yazarıq. Cavabımız olar 6 dənə üçbucaq, yəni A variantı. Keçək ikinci sualımıza baxaq. Yenə nə edirik? Tərəziyə baxan kimi ilk yoxlayacağımız həll qaydası tərəf-tərəfə toplamadır. Yəni solla sol toplayırıq, sağla sağa. Görək bizdən buradan bir nəticə çıxacaq. Nəticə çıxmasa avtomatik olaraq nə edəcəyik? Əvəz etmə qaydasına keçəcəyik. Topladığımız zaman dairə gəlir bura. İçərisində bir x da var. Buraya isə gəlir 4 dənə kvadrat. Buradan biz bu 2 kvadratdan 2 kvadratı silsək, bir dənə dairə içərisində x bərabər 3 dənə dairə, 2 dənə kvadratı. Bu bizə heç bir şey vermir. Yəni gətirib yerinə yazsaq heç bir şey ala bilmirik. Gəlin keçək indi əvəz etmə qaydasına. Əvəz etmə qaydası nədir? Baxın diqqətlə bura. Bir dənə dairə 4 dənə kvadratdır. Gətirib bu dairəni buradan silərəm, yerinə 4 dənə kvadrat yazaram. Burada alındı 6 dənə kvadrat. Cavablara baxıram ki, dairə ilə bir də kvadratla verilibdir. Mən bunların hamısını dairəyə gətirsəm, baxın 2 kvadrat 3 dənə dairədir. Bu 2 kvadratın yerinə bir 3 dairə yazarım. Bu 2 kvadratın yerinə bir 3 dairə yazarıq. Bu 2 kvadratın yerinə bir 3 dənə dairə yazarıq. 9 dənə dairə bizdə cavabda varmı? Baxın, məsələn, D variantında 1, 9 dənə dairə var. Cavabımız oldu D variantı. Keçək üçüncü sualımıza. Üçüncü sualımızda yenə birincini indirik, tərəf-tərəfə toplayırıq. Toplayan zaman fərqi yoxdur. Ya aşağını yuxarı yaza bilərsiniz və ya yuxarını aşağı yaza bilərsiniz. Bu dəfə yuxarını aşağı yazırım. Burada 3 dənə ağ kvadrat. Burada isə dairə içərisində x, bir də 2 dənə qara kvadrat. Bunlar bir-birinə bərabərdirsə, gəlin buradan görək, ixtisar aparaq görək nə alınır. Deməli, bu kvadratla bu kvadratı silərik. Bu 2 dənə ağ dairə ilə bu 2 dənə ağ dairəni silərik. Dairə içərisində x ilə dairə içərisində x-i sildik. Burada qaldı nə? Dairə x, bir dənə ağ kvadrat, bərabərdir bir dənə qara kvadrat. Qara kvadratın yerinə burada gətirib, bir dairə, bir x yazsaq, dairə içərisində x, bir dənə kvadrat yazsaq, dairə içərisində x, bir dənə kvadrat. Cavabımız olacaq onda 2 dənə ağ kvadrat, bir dənə dairə içərisində x. Yəni Y variantı. Keçək qabağa, məsələn, baxaq bu sualımıza. Görək bunu necə həll edərik. Bunları tərəf-tərəfə toplayarım birinci. Görək nə alırıq. Tərəf-tərəfə toplasaq. Bura bir üçbucaq, bura bir kvadrat gəlir. Burada 3 dənə ulduz gələcək. Mən buradan bu kvadratdan bu kvadratı silsəm. Bu qara kvadratdan da bunu da silsək. Ağ üçbucaqla bu ağ üçbucağı da silsəm. Deməli, bir dənə ağ üçbucaq, 2 dənə ağ üçbucaq bərabərdir. Bir qara kvadrat, 3 dənə ulduza. Bu bizə heç bir şey vermir hələ ki. Gəlin keçək başqa bir qaydaya. Başqa bir qaydaya keçməmişdən qabaq, gəlin birinci bunları sadələşdirək. Baxın, bu üçbucaqla bu üçbucaq ixtisar geçsin. Bu qara kvadratdan da bu qara kvadratı ixtisar aparaq. Bir üçbucaq bərabərdir 2 dənə qara kvadrata. Aha, bunu bir qıraqdan yazıram. Bir üçbucaq bərabərdir 2 dənə qara kvadrata. Gətirib buradan diqqətlə bax.
Bir üç bucağın yerinə 2 dənə qara kvadrat yazsaq. Bu üç bucağı sildim. 3 dənə qara kvadrat 3 dənə ulduza bərabərdirsə, onu deməli 1 ulduz 1 qara kvadrata bərabərdir. Gətirib buradakı ulduzun yerinə 1 qara kvadrat yazsam, cavabda olmalı 2 dənə qara kvadrat. Bu yoxdur. Və yaxud da ki, biz buradan qara kvadratın yerinə ulduz yazsaq, cavabda olmalı 2 dənə ulduz. Bu da yoxdur. Gəlin başqa bir əvəzləmə aparaq. Məsələn, bu ulduzun yerinə bir dənə qara kvadrat yazdıq. Düzdürmü? Oldu 2 dənə burada qara kvadrat. Mən buradan bilirəm axı 2 dənə qara kvadrat bir dənə üçbucağa bərabərdir. Deməli onda bu 2 qara kvadrat da bir dənə üçbucağa bərabər olmuş olacaq. Bax, məsələn, bu 8-ci sualımıza. Üzr istəyirəm. Biz bunları tərəf-tərəfə toplasaq. Bura gələcək bir üçbucaq. Bərabərdir. Burada olacaq bir dənə ulduz, bir dənə də qara kvadrat. Buradan gəlin görək nələr silə bilərik. Məsələn, bu üçbucaqla bu üçbucağı silsək. Deyək ki, başqa nə edə bilərik? Bu ulduzla da bu ulduzu silsək. Yerdə nə qaldı? Bizdə qaldı bir ulduz, 3 dənə qara kvadrat. Bərabərdir bir ulduz bir üçbucağa. Bu bizə heç bir şey vermir. Hətta biz buradan gəlib bu ulduzları da silə bilərik. Bunlar da ixtisar edirlər. Burada qalır bir dənə üçbucaq bərabərdir 3 dənə kvadrata. Aha, bir dənə üçbucaq 3 dənə kvadratdırsa, baxa görə burada başqa necə əvəzləmə apara bilərik. Bir dənə üçbucağımızın burada 3 kvadratın yerinə bir dənə üçbucaq yazsaq, alınır bir ulduz, bir üçbucaq. Amma cavabda elə bir variant yoxdur. Bir ulduz, bir üçbucaq yoxdursa əgər, biz ulduzun da yerinə bir ulduz, bir kvadrat yazsaq, elə bir cavab da yoxdur. Belə edə bilərik. Bu üçbucaq 3 dənə kvadrata bərabərdirsə, bu üçbucağın yerinə 3 dənə kvadrat yazarıq. Bunlar bir-birinə bərabərdirsə, bu kvadratla bu kvadratın biri gedir. Burada qalır bir ulduz bərabərdir 2 dənə kvadrata. Bir ulduz da 2 kvadrata bərabərdirsə, bu ulduzun da yerinə 2 kvadrat yazsaq, alınacaq 2 kvadrat bir üçbucaq, yəni B variantı. Baxar bu sualımıza. Deməli bizə nə verib? 1 kvadrat bir üçbucaq deyə nəyə bərabərdir? Baxaq diqqətlə. Bir üçbucağın yerinə gətirib burada 2 dənə ulduz yazsam, 1 kvadrat 2 ulduz alınır. Bu bizə heç bir şey vermir. Amma mən gətirib burada bir üçbucağın yerinə 2 ulduz yazsam. Bu üçbucağın yerinə 2 dənə ulduz yazsam. Və sonuncu üçbucağın yerinə 2 dənə ulduz yazsam, burada alınır 6 dənə ulduz. 2 dənə kvadrata bərabərdirsə, deməli 1 kvadrat bərabərdir 3 dənə ulduza. 1, 2, 3. Bir dairədə 2 ulduza bərabərdir. Yəni, üzr istəyirəm, bir üçbucaqda 2 ulduza bərabərdir. Bu üçbucağın yerinə 2 dənə ulduz yazanda cavab olur 5 dənə ulduz. D variantı. Bax, bu sualımıza. Bizdən soruşur ki, 3 dənə üçbucaq nəyə bərabərdir? Biz bunları tərəf-tərəfə toplasaq. Burada alınır bir qara dairə, bir üçbucaq. Bir dənə də burada ulduz alındı. Bu bizə heç bir şey vermir. Başqa nə edək? Başqa gəlin əvəz edək. Məsələn, bir qara dairə 2 dənə üçbucağa bərabərdir. Aha, mən gətirib buradakı qara dairənin yerinə 2 dənə üçbucaq yazsam, onda bir ulduz 3 dənə üçbucağa bərabərdir. Deməli, onda 3 dənə üçbucaq da bir ulduza bərabər olmuş olacaq. Baxar məsələn bu sualımıza. Bizdən deyəcək A nəyə bərabərdir? Buradan diqqətlə baxanda B ilə B-ni silmək
kimi bir bizim mütləq silə bilərik. Onda bir dənə C bərabərdir BA. Bir dənə C bərabərdir BA. Gətirib buradakı C-nin yerinə BA yazsam. Alınır A, BA. Belə bir variantımız yoxdur. Buradan diqqətlə baxsaq, 2B 4A-ya bərabərdirsə, onda bir dənə B 2A-ya bərabərdir. Buradakı B-nin də yerinə 2 dənə A yazanda cavabımız olur 4 dənə A, Y variantı. Baxaq bu sualımıza. Görək bunu necə həll edirik. Bunları tərəf-tərəfə toplasaq, 2 dənə ağ üçbucaq gəlir bura, bir dənə də qara üçbucaq. Bərabərdir qara dairələr qalxdı bura. Bu qara üçbucaqla bu qara üçbucaq sililəndə 3 dənə qara dairə bərabər olur 5 dənə ağ üçbucağa. Bizdən soruşur 3 dənə qara dairə nəyə bərabərdir? 5 dənə ağ üçbucağa. Biraz qabağa gedək, baxaq görməzsən, baxaq bu 23-ə. Deməli bizdən nəyə soruşur? A, C nəyə bərabərdir? Bu B ilə bu B-ni buradan silsək. 2A bərabərdir B, C-yə. Bunu tapdıq. Buradan yazacaq. 2A bərabərdir B, C. Biz bunları tərəf-tərəfə toplasaq nə alarıq? Və yaxud da ki, bunları diaqonal toplasaq nə ala bilərik? Ona baxaq. Biz bunları diaqonal toplasaq, alarıq AA, CC. AA və CC bərabərdir. 3 dənə A, bir də BC. Mən AC almaq istəyirəmsə, bu A-nı silərəm buradan, bu A-nı silərəm. Bu C-ni silərəm buradan, bu C-ni silərəm. Onda A, C nəyə bərabər oldu? 2 dənə A, bir dənə B-yə. Bu da A variantıdır. Baxaq məsələn 24-cü sualımıza. Buradan görək tərəf-tərəfə mi toplayırıq, diaqonal mı toplayırıq, yoxsa əvəz mi edirik? Bizdən nəyə soruşur? 2 qara dairə, bir üçbucaq nəyə bərabərdir? Gəlin baxaq. Baxın, bir qara dairə bərabər 2 dənə üçbucağa. Bir qara dairənin 2 üçbucaq olduğunu tapdıqsa, gətirib buradakı qara dairənin yerinə 2 dənə üçbucaq yazarıq. Onda 4 dənə üçbucaq 3 dənə dairəyə bərabərdir. Bunu yadımıza saxlayırıq. Keçək ki, indi aşağıda nə edirik? Bir qara dairənin yerinə 2 üçbucaq yazsaq, bu qara dairənin yerinə 2 dənə üçbucaq yazarıq. 5 dənə üçbucaq alındı mı? Mən o 5 dənə üçbucağın 4 dənəsinin yerinə 3 dənə dairə yazsam, biri də qalıb burada, olar 3 dairə, bir üçbucaq. Baxar məsələn bu 21-ci sualımıza. Bizdən deyir ki, 2 dənə üçbucaq nəyə bərabərdir? Gəlin diqqətlə baxaq. Bir dairə, qara dairə, 2A kvadratdır. Bir qara dairənin yerinə 2A kvadrat yazarıq. Bir qara dairənin yerinə 2A kvadrat yazarıq. Bu qara dairənin yerinə 2A kvadrat yazıba bilərik. Burada alındı nə? 6 dənə A kvadrat 4 dənə üçbucağa bərabərdir. Burada nə çıxır? 2 üçbucaq 3 dənə A kvadrata bərabərdir. Bunu bildik. Amma cavablarda görürsünüz o yoxdur. Bildik ki, nədir? 2 üçbucaq 3 dənə A kvadrat ola bilər. Bəs burada yuxarıda verib də 2A kvadrat bir qara dairədir. 2A kvadratın yerinə bir qara dairə yazsaq, cavabımız olacaq bir qara dairə bir A kvadrat. B variantı. Baxaq 25-ci sualımıza. Tərəf-tərəfə toplasaq, burada alınacaq qara kvadratlar. Burada alınır bir dairə, bir üçbucaq. Buradan dairə ilə bu dairəni silsəm, 2 dənə qara kvadratın 2 qara kvadrat silsəm, alınacaq 2 üçbucaq bərabərdir bir dairə, bir qara kvadrata. C variantı. Baxarıq bu sualımıza. Deməli buradan bilirik ki, bir üçbucaq 2 kvadrata bərabərdir. Bu üçbucağın yerinə 2 kvadrat yazsaq. Bir dairə 3 kvadrat oldu mu? Onda 2 dairə də 6 kvadrat olur. Bu da D variantındadır. Baxın məsələn bu sualımıza. 3 dənə A, 5 dənə B'dir, 2 dənə C, 3 dənə B'dir.
Bizden soruşur ki 4 dənə C nəyə bərabərdir? Bu 2C-nin yerinə 3B yazsam. Bu 2C-nin yerinə bir 3B yazsam. Alında 6 dənə B. Bunun 5 dənəsi 3 dənə A-dır. Bunun 5 dənəsinin yerinə 3 dənə A yazsam. Bir dənə də bu tək qalıb B. Bunlar A, B. Keçək başqa bir sualımıza baxaq. Məsələn, bu sualımıza. Deyir 2 dənə C nəyə bərabər olar? Buradan bilirəm ki 2 dənə A 4 dənə B-dirsə, onda 1 dənə A 2 dənə B-yə bərabərdir. Gətirib buradan 2B-nin yerinə 1A yaza bilərəm. Onda 3A 3C-yə bərabərdirsə 1A 1C-yə bərabərdir. Cavabda 2C var, 2A olmalıdır. Amma cavabda verilməyibdir. Biz onun A-nın B-ni B-nin əvəz eləməliyik. Buradan bilirik ki 1 dənə A 2 dənə B-dirsə, bu 1A-nın yerinə 2B yazsaq, alınar B, A. Y variantı. Baxaq məsələn sonuncu sualımıza da baxaq. Bir üçbucaq bir kvadrat D nəyə bərabərdir? Biz bunları tərəf-tərəfə toplasaq, burada alınacaq bir üçbucaq 2 dənə kvadrat. Bir dənə də dairə. Bu dairə ilə bu dairəni silsək, alınır 2 üçbucaq 2 kvadrat bərabərdir 1 ulduza. Bu nə deməkdir? Baxın, bir üçbucaq bir kvadrat 1 ulduzdur. Bir üçbucaq bir kvadrat 1 ulduzdur. Deməli, bir üçbucaq bir kvadratımız da bərabərdir bir dənə ulduza A variantı. Bugünlük suallarımızın izahı bu qədər. Əgər sizə bu tip videoların gəlmək istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla paylaşmağı, kanala abunə olmağı unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.